Ötən ay İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinin son anda təxirə salınması mövcud İran-İsrail gərginliyi fonunda yenidən diqqət mərkəzinə düşüb. Qlobal İnfoza danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, səfərin baş tutmamasının İsrailin İrana hərbi müdaxilə hazırlığı ilə əlaqələndirilməsi mümkündür. Stat: Təbii ki, belə bir məqamda İsrail baş nazirinin səfərinin reallaşması bizim üçün də arzu olunan deyildi. Xüsusilə hərbi əməliyyatlar ərəfəsində bu, Tehranda fərqli qarşılanardı. Xatırlayırsınızsa, İran əsassız yerə rəsmi Bakını ittiham edirdi. Yəqin, hazırda anlayır ki, Azərbaycan etibarlı qonşudur və bu məsələdə İsrailin yanında yer almayıb. Ona heç bir şəkildə kömək etmir. Halbuki, İran tərəfi uzun müddət bu məsələdən istifadə edərək Azərbaycana təzyiqlər göstərməyə çalışırdı. İndi isə məlum oldu ki, İsrailin pilotsuz uçuş aparatları bazası Zəngilandakı camış fermasında deyil, elə Tehranın özündəymiş. İran xarici düşmən axtarışında olarkən, daxildə öz vətəndaşlarını, ətrafında dostlarını da düşmən elan edib. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.